Hicab qandını gizlətmir. Onu bir növ qoruyur. Bildiyimiz səmavi dinlərdə, həm xristianlıqda, həm yahudilikdə hicab qadının örtünməsi məsələsi fərqli şəkillərdə həmişə mövcud olmuşdur. Yad baxışlar müxtəlif niyyətli ola bilər. Bəli. Onlardan bir qoruma vasitəsidir. Biz bilmirik baxan baxış hansı niyyətlə baxır. Bəli. Və nə görmək istəyir? Bəli. Baxanda nə düşünür? Qadın bir növ örtünəndə, onun gözəlliyi əl çatmaz olanda, onun dəyəri də daha da artıq olur. Xüsusən də Allah qatında, sonra da inanclı insanlar qatında. Çox geniş kompleks məsələdir. Həm sosial yönlərindən, həm ailə, Bəli. tərbiyə yönlərindən. Qadını dəyərləndirmə, ucuz, şəhvətli baxışla dəyərləndirmə obyektindən qoruyan bir vasitədir hicab. Bütün mədəniyyətlərin hamısında qadın bir şəkildə örtülüdür. Tam örtülü bir qadın əgər hicab şəklində fikirləşsək, orada təxəyyülə material yoxdur. Dəyərləndirmə obyekti kimin yox, bir dəyər obyektinə çevrilir hicab taxanda. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Əziz dostlar, əziz dinləyicilər, biz bu gün çox önəmli, çox lazımlı və çox dəyərli bir mövzu ilə gəlmişik. Bu mövzu hicab barəsindədir. Biz də burada hicabın bir növ inanclı insanlara nə qədər dəyərli olduğunu bildirməyə çalışırıq. Bu gün biz çox dəyərli qonaqlarımızla qarşınızdayıq. Bismillah, sağdan başlayaraq özünüzü təqdim edərsiniz. Mən Ramin Vəkilov, ilahiyyatçıyam. İslam hüququ üzrə, İslam hüquq metodologiyası, üsul fıkh üzrə doktoram var. Bu qədər. Gözəl, maşallah. İkinci qonaq. Bismillahirrahmanirrahim. Dəvət üçün təşəkkür edirəm. Mən Elxan Bəylərov, psixologiya elmləri doktoru. Bir çox sahələrdə istedadlı uşaqlarla bağlı tədqiqatlar aparmışam və psixologiyanın müxtəlif sahələrində indi də tədqiqatlarımı davam etdirirəm. Gözəl. Biz ümumiyyətlə hicab barəsində fərqli məqamlara toxunmağa çalışacağıq, amma burada əlbəttə ki, hər kəsin fərqli fikirləri ola bilər, fərqli yanaşmalar ola bilər, amma biz bacardığımız qədər bu indi hal-hazırdakı məkan icazə verdiyi şəkildə biz bəzi məlumatları çatdırmaq istəyəcəyik, maarifləndirmə vermək istəyəcəyik. Ümumiyyətlə hicab əlbəttə ki, dindar müsəlman insanlar üçün çox önəmli bir şeydir. Yəni xüsusən də qadınlar və bir tərəfdən də həm də burada tarixi, ənənəvi, mədəni tərəflər də var. Mən düşünürəm ki, hicab qandını gizlətmir. Onu bir növ qoruyur. Ramin müəllim, ümumiyyətlə sizi tərəfdən yanaşmadan hicabın mənası nədir? Onun dəyərləri nədir? Ümumiyyətlə, bu hicab məsələsi, əvvəla bəzi məsələləri qeyd eləməkdə fayda var. Fikrimcə, bu sadəcə İslamla əlaqəli bir məsələ deyil. Tarixən, hətta 2500 il, 3000 illik bir zaman şeyinə baxsaq, tarixə baxsaq, görərik ki, əski qədim Mesopotamiya mədəniyyətlərində belə dini gərəkçələrlə insanların, qadınların örtünməsi məsələsi o topluluqlarda da var. Sonraki dönəmlərdə də gəldiyimiz zaman bildiyimiz səmavi dinlərdə, həm xristianlıqda, həm yahudilikdə hicab qadının örtünməsi məsələsi fərqli şəkillərdə həmişə mövcud olmuşdur. Ümumiyyətlə, qədim dünyanın mədəni sahəsində, qədim mədəniyyətlərin hamısında örtünmə bir soyluluq, bir göstərgədir. Yəni hamısında da, yəni başı açıq qadın, yəni örtünməyən qadın demək olar ki, yoxdur. Bütün mədəniyyətlərin hamısında qadın bir şəkildə örtülüdür. O cümlədən də İslam dinində də bildiyimiz kimi Allah-u Teala Qurani-Kərimdə qadınların örtünməsini vacib buyurmuşdur. Amma burada qeyd eləməyimiz gerəkən bir neçə nöqtə var. Əvvəla biz bilməyimiz gərəkir ki, bu İslamda örtünmə sadəcə qadının başının örtməsi məsələsi belə
o şəkildən belə məhdudlaşan bir məsələ deyil. Çox geniş kompleks məsələdir. Həm sosial yönlərindən, həm ailə, tərbiyə yönlərindən çox geniş məsələdir. Ona görə hicab bir başqa məsələdir, baş örtüyü başqa məsələdir. Hicab dediyimiz zaman İslamda hicab, təsəttür geniş anlamlı bir məsələdir. Yəni üç yönü insanın bədənini örtməsi, soyuqdan və yaxud istidən və yaxud ayıb yerlərinin qorunması, evrət yerlərinin qorunması. İkincisi, bir zinət olaraq estetik bir yönü, libasın, geyinmənin estetik bir tərəfi. Üçüncüsü də təqva yönünü Allah Taala burada vurğulamaqdadır. Deyir ki, xeyirli olan da təqvadır. Burada geyimi, belə deyək, Allah qorxusundan, Allahı nəzərə almaqla bərabər bir planda Allah Taala zikr eləməkdədir. Bu bütün insanlığa Allah Taala bunu, bu ayənin muhatabı bütün insanlıqdır. Bu birinci ayədə belədir. Əhzab surəsinin 59-cu ayəsində Allah Taala Peyğəmbər sallallahu əleyhi və səlləm artıq bu dəfə peyğəmbərə müraciət olunur, xitab olunur. Deyir ki, ya eyyuhən nəbi, ey peyğəmbər. Bəli. Həyat yoldaşlarına, zövcələrinə, qızlarına və möminlərin qadınlarına söylə, eşiyə çıxdıqları zaman, bəli, çölə çıxdıqları zaman, üzərlərinə cəlabib, cilbablarını üzərlərinə çəksinlər. Cilbab nədir? Cilbab, yəni bunun fərqli şeyləri var, izahları var. Amma əsasən ümumi olaraq qəbul olunan budur ki, insanın bütün bədənini başdan ayağa örtən bir geyimdir. Saçlar da daxil olmaqla. Çünki bu ayənin nazil olma səbəbi var. Mədinə dönəmində qadınlar eşiyə çıxdıqları zaman, axşam vaxtı, bəlli ehtiyacları ümumiyyətlə dışarı çıxdıqları zaman bir başqa insanlar tərəfindən o indiki ifadə ilə qısnamaq deyirik, deyil mi? Müəllim, taciz, yəni xoş olmayan şəkildə münasibət görərdilər və bunu önləmək üçün Peyğəmbər sallallahu əleyhi və səlləmə bu ayət Peyğəmbərə nazil olur. Eşiyə çıxdıqları zaman cilbablarını üstlərinə alsınlar. Çünki baş örtüsü artıq burada bir status bəlirtisidir. Status göstərgəsidir. Fərqlənmə. Azad qadının göstərgəsidir. Peyğəmbər sallallahu əleyhi və səlləmin zövcələri və möminlərin, müsəlmanların xanımları, qızları, qadınları, bunların örtünməsi onların bəlli bir status, yəni bilinsinlər deyir Allah. Bir azadlıq statusu. Və bilinsin ki, bunlar kimlərdir? Bəli, azad qadınlara farzdır örtünmə. Həqiqətən Allah Taala onların nə elədiklərindən xəbəri var. Allah Taala bilər ki, onlar qəlblərinin dərinliyində nə eləyirlər, xəlvətdə nə eləyirlər, hər addımlarını, hər yapdıqlarından, elədiklərindən Allah Taalanın xəbəri var. Mömin qadınlara söylə ki, onlar da gözlərini haramdan çəksinlər, qaddul basar, eləsinlər və eyni zamanda namuslarını da, iffətlərini də qorusunlar. Və onlar öz zinətlərini qorusunlar. Burada zinətdən məqsəd nədir? Ümumiyyətlə burada iki şəkildə təfsir var. Zinət kəlməsindən bir o var ki, həqiqətən bildiyimiz bugünkü anlamda mənada zinət məsələsi. Bu, yəni qadının görünən zinətlər, sırğası, əllərində olan üzüklər filan. İllə məzahər dediyi də, yəni təbii olaraq görünənlər xarici. Bütün zinətlərini gizləsinlər, təbii olan görünənlər, yəni öz-özlüyündən görünənlər xaric. Öz-özlüyündən ikinci mənası bunun nədir? Ümumiyyətlə qadın bədəni ümumiyyətlə genel olaraq zinətdir. Allah gözəl yaratdı. Gözəl. O gözəlliyi o üstünü şeyləsinlər, yəni örtsünlər. Özlüyündən öz-özünə görünənlər müstəsna. Bunlar hansıdır? Öz-özünə görünənlər üz, əllər, bir də ayaqlar. Əsasən ayaqqabılar, ayaqlarına geyinir. Bunlar xaricində örtünsünlər, deyir Allah Taala. Burada bir növ Allah, siz də buyurdunuz, Allahın qadını çox gözəl yaratdığını, bir növ kişidən fərqli olaraq çox gözəl olduğunu, daha dəyərli olduğunu bir növ göstərilir və mən fikirləşirəm ki, hicab qadının gözəlliyini gizlədərək onun dəyərini artırır. Necə ki, bayaq da siz dediniz, zinət əşyaları, brilyantlar, mirvarilər, onlar əl çatmaz olduğu üçün çox dəyərli olurlar.
hər kəs onu ala bilsəydi çox dəyərsiz olardı. Eyni şəkildə də qadın bir növ örtünəndə, onun gözəlliyi əl çatmaz olanda, onun dəyəri də daha da artıq olur, xüsusən də Allah qatında, sonra da inanclı insanlar qatında. İndi biz hicabın mənaları barəsində həm də ikinci qonağımızdan bəzi yanaşmaları istəyərdik dinləyək. Ümumiyyətlə Elxan müəllim, hicab nə deməkdir? Hicab mənası və dəyərləri bir növ psixoloji aspektdən yanaşsaq, sosioloji aspektdən yanaşsaq. Təşəkkür edirəm. Hicab əslində nədir və eyni zamanda mütləq aydınlıq gətirmək lazımdır ki, hicab nə deyil? Hicab qadının müəyyən mənada öz iffətini, öz həyasını yad baxışlardan. Yad baxışlar müxtəlif niyyətli ola bilir. Bəli. Onlardan bir qoruma vasitəsidir. Bilirsiniz, mühüm olan bir məqam indi ağlıma gəldi. Məsələ burasındadır ki, cinsi əlaqə deyilən məsələ bütün canlı varlıqlarda da var. Heyvanlarda var, quşlarda var, insanlarda var. Suda yaşayan canlılarda var. Məsələ burasındadır ki, bütün bu insandan qeyri bütün digər varlıqların döl dövrü deyilən bir məqam var. Yəni onlar çoxalma dövrü bir. Çoxalma dövrü ilin müəyyən fəslində olur. Adətən bu yaz dövründə olur. Bəli. Baxarıqsa. Bəli. Məsəl üçün Pişiklər məsələn. hə, insanlardan fərqli olaraq insanlarda belədir ki, cinsi münasibətdə olmaq və cinsi istək mövsümi xarakter daşımır. Bu daimidir. Bəli. Fikir bilirsiniz nəyə yönəltmək istəyirəm? Yaradan yaratdığının xislətini, ona verdiyi fitrəti bildiyi üçün Daha yaxşı bilir. canlılara bir sərhədlər qoyur. Bəli. Bir qayda qanunlar insanlara tamam fərqli. Bəli. İnsanlarda, kişilərdə belə deyək, cinsi istək mövsümi xarakter daşımır. Onlar hər an belə bir istəkdə ola bilirlər və bu fəaliyyəti yerinə yetirə bilirlər. Deməli, bunlardan əks tərəfin qorunması üçün nəsə bir tədbir olmalıdır. Çünki kişi istəyi, yenə desək, fərz edək ki, pis niyyətlə, şəhvətli baxışı kişinin həmişə var. Kişilərin hamısında bu var. Mən imanlı, inanclı kişilərdən demirəm. Və biz bilmirik. Bir növ fizioloji tərəflər də var. Bəli, bunun fizioloji tərəfi var. Biz bilmirik baxan baxış hansı niyyətlə baxır. Bəli. Və nə görmək istəyir. Bəli. Baxanda nə düşünür. Bir növ ehtimallar bağlayırıq da bir növ. Baxışların çoxsu şəhvətli ola bilir. Bəli. Baxışların çoxsu cinsi mənada dəyərləndirmə xarakteri daşıya bilir. Qadını dəyərləndirmə, ucuz, şəhvətli baxışla dəyərləndirmə obyektindən qoruyan bir vasitədir hicab. Bəli. Çünki kişi təxəyyülünün özünün xüsusiyyətləri var. Doğrudur. Tam örtülü bir qadın əgər hicab şəklində fikirləşsək, orada təxəyyülə material yoxdur. Çox azdır. Bəli. Yəni ehtimallar bağlayırsan. Yəni pis niyyətli, şəhvətli kişi uzaqbaş ona baxar və sonra baxışını yayındırar. Bəli. Amma əgər görünüşdə müəyyən cəlbedici təxəyyülün onun obyektin üzərində qalması və inkişaf edib müxtəlif yönlərdən xəyallar qurulması üçün bir əlamətlər varsa, kişinin baxışı onun üzərində dayanacaq. Qadın artıq dəyərləndirmə obyektinə çevriləcək. Belə deyək, baxışla seksual istismara məruz qala bilir. Bir növ göz baxış, bir növ pəncərədir. Bəli, məsələ burasındadır ki, qadının qorunması üçündür hicab. Pis baxışlardan, pis niyyətli baxışlardan qorunması üçündür. Digər bir məsəl üçün, elə yenə bu kontekstdən çıxış eləsək, qadın bir zahiri, bayaq dedim, dəyərləndirmə obyekti kimin yox, bir dəyər obyektinə çevrilir hicab taxanda. Yəni ki, artıq məsəl üçün uşaqlardan deyək, əgər söhbət
gənc qızların hicab taxmağından münasibətdən gedirsə, bilirsiniz, insan o vaxt insan olur ki, həyatın mənası, mahiyyəti barədə düşünməyə başlayır. Doğru. Mən kiməm? Mən bu həyata nə üçün gəlmişəm? Mənim bu həyatda missiyam nədir? Baxın, söhbətlər əsasında bunu müəyyən eləmək mümkün olub ki, hicab taxan qızlar həyatın mənası barədə daha tez düşünməyə başlayırlar. Çünki örtülürəm. Niyə örtülürəm? Örtülməsəm və örtülməklə bunun fərqi nədir? Bəli. Bu nə mahiyyət daşıyır? Bəli. Örtülmə mənə nə verir? Örtülməsəm nə baş verə bilər? Qız uşaqlarının erkən yaşdan həyatın mənası, özlərinə münasibət, Özlərinə qarşı dəyər, tərəfə bəli. münasibət, özlərinə dəyər vermək kimin bir düşüncə Şuur yaranır, mərkəzləri, bəli. şuurları yaranır və bunun üzərində düşünürlər. Bu gələcəkdə onların bir çox başqa mənfi təsirlərdən, mənfi təsirlərin altına düşməkdən qorunması üçün bir sığorta vasitəsi kimində çıxış edir. Çünki xaricən örtülürsə insan, düşüncə işə düşür. Niyə? Düşünən insan artıq dərinləşməyə başlayır. Özünə sual verməyə başlayır. Özünə sual verən insan özünü tanımağa başlayır. Bəli. Özünü tanıyan insan qarşı tərəfindən doğru düzgün münasibət qura bilər. Yəni hiss və duyğularında, ünsiyyət və münasibətində bir qədər dərin qatlara nüfuz eləməli olur. Bəli. Ona görə hicab şuuru şəkildə istənilərək bağlanılarsa, erkən yaşda qız uşaqlarında çox dərin düşüncələrə, özünə dəyərli münasibətə, qarşı tərəflə sərhədli, hüdudlu, amma səmimi münasibətlərə bir zəmin yaratmış olur. Odur ki, yəni əslində hər bir istehsal olunan bir şeyin mütləq bir təlimatı var. Bəli. Bir şey istehsal olunanda, məsələn, adi bu qələm, bundan necə istifadə etmək lazımdır? Bir təlimatı var. Bilməsən, sən bunu əgər tərsinə yazsan, heç nə yazmayacaq. Kobud hərəkət etsən, sınacaq. Hər halda inanclı insan bilir ki, o Allah tərəfindən xəlq olunmuş bir varlıqdır. Bəli. Və xəlq edən, yaradan, yaratdığı bəndənin xislətinə, fitrətinə uyğun, ona nəyin yaxşı, nəyin yararlı, nəyin pis, nəyin ziyanlı olduğunu bilir və buna da uyğun ona təlimat verir. Doğru. İnsanın sadəcə olaraq bu təlimata şuur şəkildə əməl eləməsi onun bütün indiki və sonraki həyatını şəkilləndirmək üçün çox müsbət bir vasitədir, çox müsbət bir təməldir. Siz ki, bununla bağlı düşünürəm, əslində sadəcə olaraq hamı hicab taxsın, yox, hicab nədir və hicab nə deyir? Mahiyyəti, Bununla bağlı cəmiyyətə mesajlar verilməlidir. Bununla bağlı maarifləndirici söhbətlər aparılmalıdır. Hər kəs seçimini etsin. Hər kəs özü seçimini edəndən sonra düz və yanlış getdiyini özü qərar verəcək. Qərarında dəyişiklik eləmək də onun ixtiyarındadır. Dində məcburiyyət yoxdur. Bəli. Yaradan fikir azadlığı, mövqe azadlığını, seçim azadlığını ona görə verib ki, hər kəs sonra edəcəyi hərəkətə görə və etməyəcəyi hərəkətə görə məsuliyyət daşısın, cavabdehliyi daşısın. Odur ki, burada seçim hər kəsindir, amma bu seçim şuurlu olmalıdır. Burada siz bəzi məqamlar dediniz hər iki tərəfdən. Burada o düşüncə tərəfi, o psixoloji tərəfi ki, hətta bir ilk zamanlardan, yəni deyək ki, 8-9 yaşlı qızlar artıq hicab geyinməklə, örtünməklə, bu ədəb əxlaqi normalar etməklə və yaxud deyək dini inanclarını tətbiq etməklə artıq bir növ öz mövqeyini qoyur da. Yəni bir seçimini edir və oradan da bir növ özünün deyək ki, dəyərini siz bayaq dediniz, bir növ açmaqla, yəni öz gözəlliyini göstərməklə, bir növ mən belə deyim də, Azərbaycan qadını və yaxud ümumiyyətlə inanclı qadınların bir növ bəzən marketinq yerlərində göstərilən, vitrinlərində qoyulan bir əşya olduğunu yox, çox dəyərli, tarixi və mənəvi dəyərlərin olduğunu anlayır o yaşdan artıq. Bunun digər önəmli psixoloji məqamı odur ki, hər bir insan yaraşıqlı görünmək istəyir. Bəli. Bu onun təbii istəyidir və doğru düzgün istəyidir. Amma bu yaraşıq nədən ibarətdir? Bu yaraşığın mahiyyəti nədir?
bununla bağlı bir məsələni aydınlaşdırmaq lazımdır. Məsələ burasındadır ki, əgər qızlar erkən yaşdan zahiri gözəllikdə bir-birindən fərqlənmək, yəni başa düş, yarışmaq, Bir növ moda, bəli. yarışına qoşulurlarsa, onlar bu sahədə təxəyyüllərinin inkişafı yol verdiyi qədər fərqli geyimlərə, fərqli Dizayn, kirsan və s. meyl göstərməklə əslində daxili gözəlliyin zənginləşməsi ilə bağlı bir məsuliyyətdən, bir çalışmadan kənarda qalmış olurlar. Bütün diqqət xarici görünüşə, xarici görünüşə diqqət verdikcə diqqət mərkəzində olduqlarını hiss edəcəklər. Diqqət mərkəzində daim qalmaq üçün daha nələr etməklə bağlı düşüncələrə qərq olacaqlar. Bunun isə həddi-hüdudu yoxdur. Həmişə heç bir insan haqqında demək olmaz ki, bu dünyanın ən gözəlidir. İnsanların içində həmişə tərəddüd var. Nə qədər gözəl görünsə də, o biraz içinə şübhə düşəndə daha gözəl görünmək üçün yenə nəsə eləməyə çalışacaq. Bəlkə belə oldu. Bəlkə pis göründüm, bəlkə bir... Bu qız uşaqlarında daimi bir narahatçılıq, kompleks olur, bəli. Daimi bir nigarançılıq olacaq. Mən doğrudanmı qəşəng... Məsələ burasındadır ki, bu yarışa girən bir müddətdən sonra hamıdan qəşəng görünmək istəyəcək. Bəli. Hamıdan qəşəng deyəndə nisbidir. Dırnaq arasında. Bu da nisbidir, bəli. Hamıdan daha çox diqqət mərkəzində olmaq niyyətində olacaq. Bəli. Bu isə onları bəzən sərhədlərdən aşmağa, bəzən ədəb qaydalarından kənar geyimlər geyməyə, davranışlar eləməyə, öz dərslərində məsələn düzgün yaxşı oxumamağı. Bəli. Məsələ burasındadır ki, bu diqqət cəlb eləmək yarışından qız uşaqlarını qurtaran ən güclü vasitə hicabdır. Çünki burada artıq diqqət əsas şeylərə yönəlir. Və bilirsiniz, uşaqlar hələ bilmir ki, xarici gözəllik bu nisbi bir şeydir. Bəli. Biri üçün gözəl olan başqası üçün gözəl görünməyəcək. Hər bir valideyn üçün onun uşağı dünyada hamıdan gözəldir. Doğru. Ona görə bu nisbi diqqətə meyl etmək, nisbi gözəlliyə meyl etməkdənsə daxili gözəllik, əqlin gözəlliyi, ədəb-ərkan gözəlliyi, davranış gözəlliyi, ünsiyyət, münasibət gözəlliyi, bu kimi məsələlər diqqətdən kənarda qalır. Doğrudur. Çünki hər gün məktəbə gedərkən, hər gün ictimai bir yerə çıxarkən diqqət cəlb eləmək nigarançılığı onları digər sahələrdə inkişafdan, dərinləşməkdən, gözəlləşməkdən yayındırır. Və onlara başa salınarsa ki, onsuz da zahiri gözəllik nisbidir. Bəli. Amma daxili gözəllik, ədəb, əxlaq, iffətli görünmək, qız uşağının məsumiyyəti, Bəli. o Daha cəlb edicidir, o daha nüfuz edicidir, o daha uzun müddətlidir və ülvi hisslər yaradandır. O cür görünüşən insana daxildən bir hörmət, daxildən bir məhəbbət, daxildən bir qayğı, şəfqət hissi yaranır insanda. Bəli. Amma qışqıran, cəlb edicən, o çağırıcı zahiri gözəllik, o dediyim hissləri yaratmır. Bir şey də mühümdür. İnsan nə qədər gözəl olursa olsun, mən bunu qadınlar üçün deyirəm. Psixoloji baxımından 40 gündən sonra insan ən belə möhtəşəm gözəlliyə belə alışır və o gözəllik onun üçün adiləşir. Doğru. 40 gün maksimumdur. Amma qəlbin gözəlliyi, qadın iffəti, qadın şəfqəti, gözəl əxlaq bu insanı ömrü boyu zinəti olaraq qalır və onun həm çevrəsini, həm mühitini, həm də gələcəkdə ailəsini şərtləndirən güclü bir faktora çevrilir. İndi icabın ümumiyyətlə də biz mənalarından danışdıq. Qısa olaraq indi ikinci suala keçid etməyə çalışacağım. Ümumiyyətlə inanclı insanlar üçün və dəyərlərə, ədəblərə fikir vermək istəyən insanlar üçün düşünürəm ki, icab bir növ imandır. Hicab nurdur. Hicab əxlaqdır. Hicab dəyərdir. Hicab mənəviyyətdir. Yəni hicabın verdiyi mənalar haqqında danışsaq bəlkə bir saatlarla danışarıq. Amma düşünürəm ki, burada bir növ biz insanlara istiqamətlər verdik ki, onlar məsələn həm dini tərəflərdən, həm Qurani-Kərimdə araşdırmalar edə bilər. Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatından, həm psixoloji tərəflərdən, həm ictimai tərəflərdən hicabın mənaları barəsində daha çox özləri də araşdırıb düşünə bilər. İndi biz
İkinci bir məsələyə toxunmaq istəyərdik ki, hicabın tarixi, milli və mənəvi önəmləri. Bundan öncə mən belə bir şey dedim. Hicab bayaq da qeyd etdiniz. İnsanın ən yaxşı bilən Allah Subhanahu taalədir. Yəni Allah bizi yaradıb və görün Allah insanı qoruyur. İnsanın ən belə dəyərli yerlərindən biri də gözdür. Göz bəbəyini qorumaq üçün göz pərdəsi var. İnsanın belə deyək də fərqli yerlərini qoruyan Allah qadının da qorunmağını bir növ hicabla da təsbit eləyib yəni. Və gözü pərdə qoruduğu kimi də qadını da hicab qoruyur. Hətta belə bir deyim var. Bir qadın və bir kişi bastırılanda, dünyasını dəyişəndə onu kəfənə bağlayırlar. Bildiyim qədərilə kişidə bu 3 qat kəfəndir, qadında bu daha çox 5 qat kəfəndir. Çünki niyə? Hətta dünyasını dəyişmiş qadının hansısa bir yerlərinin açılmağını Allah istəmir. Və qadınlar da bundan, xüsusən inanclı qadınlar anlamalıdır ki, Allah Taala qadınların örtülməyini istəyir. Xüsusən də buna çox böyük belə deyək də önəm verir və elə etmədilər ki, inanclı qadınlar, müsəlman qadınlar, onların kəfəni onlar üçün ilk hicab olmasın. Yəni bu hicab barədə düşünməyə çalışsınlar ki, onlar istəyərək, düşünərək, anlayaraq hicabı seçsinlər. İndi biz ümumiyyətlə hicabın tarixi, milli, mənəvi önəmlərindən danışmaq istəyirik. Ramin mənim. Valla bayaq da mən vurğuladım. Yəni bizim keçmişimizdə baş örtüsü bütün şeylərdə, yəni ki 20-ci əsrin ortalarına qədər bizim qadınlarımız başörtülüdür. Bəli. Bizim həyatımızda, bizim sənətimizdə, nənələrimiz, babalarımız ümumiyyətlə estetik şeylər. Hər məsələn indi kəlağayı məsələsi çıxdı ortalığa. Bu kəlağayı bu da var, bu da bizim milli ənənəmizdə var. Baxın, kəlağayı var olmasına görə ümumiyyətlə İslami bir dəyərə borcludur. Kəlağayının kökənində İslami bir qayğı var, İslami bir əmrin nəticəsidir. Çünki İslami, bax, dində belə bir şey var. Qurani Kərimdəki, yəni bütün mətin, Quranın mətni 2 şeydən ibarətdir ümumi olaraq. Yəni leksik olaraq bax. Bir xəbər cümlələri var, bir də inşa cümlələri. Ərəb dilinə aiddir bu terminlər əsasən. Bir xəbər cümlələri var, bir də inşa cümlələri var. Xəbər cümlələri əsasən bəlli bir şeylərdən xəbər verir sizə, keçmiş ümmətlərdən. Ümumiyyətlə xəbər cümləsi. Bir də inşa cümləsi nədir? Əmrlər, təşviqlər. Məsələ tutalım ki, bunu elə, bunu eləmə. Məscid, namaz qıl, məsələn. Bu əmr cümlələri həmişə İslam tarixində mədəniyyət qurucu, inşa cümləsi deyirlər bunlara. Bəli. İnşa cümləsi, adı da elədir. İnşa etmək, yəni qurmaq anlamında. Yəni bu inşa cümlələri həmişə İslam tarixinin mədəniyyət qurucu cümlələri bunlardır. Bu bunların içərisində məsələn tutalım ki, namaz qılın deyir Allah Taala. Siz namaza görə abdəst alın. Deyir. Məsələn, dəstəmaz deyirlər, İslam su mədəniyyətidir deyirlər. Su haqqında Füzulinin məsələn su qəsidəsi var. Nə var orada? Bir abdəst kültürünün, abdəst mədəniyyətinin bir su mədəniyyəti şeyinə çevrilməsi. Eyni zamanda memariyə, məscidlər tikilməsi, namaz qılınmaq üçün memari zövqə şeylir. O cümlədən də başörtüsü də sonuçda, son nəticədə bir şey qoyur, bir mədəni bir irs qoyur. Xalqların, bütün müsəlman xalqların tarixində. Siz baxın, məsələn, tutalım, biz Azərbaycanlıların, məsələn, kəlağayısı varsa, siz gedər, görərsiniz ki, məsələn, tutalım, İndoneziyada bir fərqli başörtüsü var, türklərin fərqli, məsələn, bugünkü günümüzdə də, məsələn, baxanda görürsən ki, məsələn, bir Suriyalının, bunların hamısı zevq məsələsidir, estetik məsələlər. Bir Suriyalının, məsələn, başörtüsü bir fərqlidir, bir, məsələn, türkünkü bir fərqlidir. Bir Azərbaycanlının qayda, amma qaydalarına görə o farz olan normalar yerinə yetirilərək bir fərq. Bunlar hamısı zövqdür, bunlar hamısı gözəllikdir. Yəni bizim tariximizdə baxdığımız zaman, yəni həqiqətən bu başörtüsü, yəni ki, qadınların bir iffət simvolu olaraq, bir mədəni dəyər olaraq həmişə olubdur.
İlham müəllim. Mən bayaq sizin dediyiniz gözdə pərdə bu fikirlərində biraz yanaşmam başqadır. Məsələ burasındadır ki, əslində hicab qadının bədəninin yad baxışlardan qorunmalı olan hissəsini qoruyur. Bəli. Amma insan qəlbinin aynası gözdür. Göz həmişə açıqdır. Bəli. Yəni bir insana sən bir xeyirli, bir xoş niyyətlə baxarsansa, onun gözünü görmək sənə kifayətdir. Bəli. Başqa yerləri sənin diqqətini cəlb eləyirsə, burada artıq xoş niyyətdən, xoş məramdan Qapı aça bilər, bəli. Mənfi təxəyyüllər, ziyanlı bir şeylərə yol aça bilər. Amma insanın ki, əsas mahiyyəti, onun bütün daxili aləminin gözəlliyi gözündə, baxışında görünür və Allah bunu örtmür. İnsan bir-birini gözünə baxıb görə bilir. Ən gözəl şey başdadır, başda da ən gözəl olan gözdür. Bir növ insanı tanıdan da göz olur. Yəni, İnsanı tanıdan da gözdür. Bəli. Odur ki, gözlər biometrik bir vasitə kimin tanınmağın ən yaşlaşanda dəyişmir bir növ belə. Bəli, hətta yaşlı insanların belə baxırsan ki, gənclikdəki hətta bir yerə kəndə gedəndə görürsünüz ki, məsələn bir yerə çoxdan çıxdığınız bir yerə gedəndə orada görürsünüz təzə uşaqlar var. Amma onların gözlərindən bilirsiniz ki, bu hansı ailədəndir, kimin uşağıdır. Çoxlu hadisələr olub ki, insanlar deyir ki, mən sənin gözlərini görməsəydim tanımazdım. Yəni sifətin hər yerin dəyişib. Amma gözlərindən, baxışlardan tanıyır. Bu açıqdır. Yəni insanın tanınması üçün onun öz daxili dünyasını tərənnüm etməsi üçün gözləri açıqdır. Bundan artığını görməyə tanışdığı üçün, nə isə bir qənaətə gəlmək, bir fikir formaq göz kifayət eləyir. Və bu da açıqdır. Ona görə heç kəs düşünməsin ki, mən məsəl üçün örtülü olaramsa, bəli, sənin lazım olan yerlərin örtüləcək, amma əsas sifətin, gözün açıqdır ki, bununla da sənə görüb, sənlə ünsiyyət, münasibət qurmaq istəyən baxışından sənə dəyər verəcək, lazım bildiyi ünsiyyət və münasibəti quracaq. Burada indi İlham müəllim, bəs indi hicabın biz tarixi və milli və mənəvi tərəflərinə baxsaq, buna yanaşma necə olar? Yəni doğrudan da tarixdə bu olubmu hicab? Yəni bilirsiniz, mən açıq deyim, mən tarixçi deyiləm. Bayaq tərəf müqabili hicabın tarixinin bizim eradan çox-çox əvvələ getdiyini və bütün mədəniyyətlərdə qadın xeylağının örtülməyi ilə bağlı müxtəlif dinlərdə də bunun indi bir də monastırlarda da qadınlar tam örtülüdülər və bu onların şəxsiyyət kimi özlərini ifadə eləməyinə heç bir məhdudiyyət qoymur. Bəli. Əgər doğru düzgün yanaşarıqsa, mən yenə psixoloji aspektdən deyirəm. Bəli. Hicab qadına ictimai həyatında, elmi fəaliyyətində heç bir məhdudiyyət qoymur. Əgər diqqət eləsəz, son dövrlərdə ən yüksək bal yığan prezident təqaüdünə layiq görünən qız uşaqlarımızın içində hicablar kifayət qədər vardır. Çoxdur, bəli. Və elmdə də, təhsildə də, hələ bu dəqiqə Amerika Birləşmiş Ştatlar administrasiyasına baxsaz, hicablı qadınları görəcəksiniz nə qədərdir. Yəni bu onu göstərir ki, hicab nə tarixən, nə bugünkü gündə qadının sosial inkişafına, onun ictimai həyatda fəallığına heç bir məhdudiyyət qoymur. Sadəcə olaraq ona kənar münasibətlərdə, kənar ünsiyyət və münasibətlərdə müəyyən sərhədləri müəyyən edə bilir. Ona özünü, yəni bədəncən deyil, daxili dünyacan tərənnüm etmək, təzahür etdirmək imkanı verir. Məsələ burasındadır ki, yenə deyirəm, gəlin psixoloji baxımdan bir məsələni qeyd edək. Siz maşın reklamlarını görmüsünüz, düzdür? Bəli. İstənilən ev reklamı nə olursa mütləq xarici psixotexnoloqlar onun yanında bir qadın bədən şəkli qoyurlar. Bəli. Nə üçün? Çünki bu kişi psixologiyasının yanaşmasını hesablayırlar. Kişi psixologiyası yəni mən imanlı, inanclı kişilərdən demirəm. Ümumiyyətlə kişi psixologiyası. Bəli, ümumi sağlam bir insan, sağlam. Qadın bədəni onun üçün reklam olunan bir şeylə bir bağlılıq yaradır. Və şuuraltı təsirlə axı bütün böyük şeyləri alan adətən kişilərdir. Çox zaman qadınlar üçün də maşını kişilər alır, evdə.
kişilərə psixoloji təsiri üçün qadın bədənindən istifadə olunur. Hansı qadın bədənindən? Açıq-saçıq. Siz görməzsiniz ki, orada bir hicablı qadın şəkli olsun. Baxın, bu birbaşa onu göstərir ki, hicablı qadına kişi münasibəti, hicabsız qadına kişi münasibəti tamam fərqlidir. Burada da sui-istifadə bir növ var da. Burada nəinki sui-istifadə, burada manipulyasiya var. Bəli. Məsələ burasındadır ki, baxın, hər mövsümün, yaz mövsümündə adətən kimsə çıxır deyir ki, bu mövsümdə filan rəng dəbdə olacaq, filan forma dəbdə olacaq, Bəli. filan geyim aksesuarı. Moda. Bu o deməkdir ki, burada təkcə burada iqtisadi məsələlər də gündəmə gəlir. Deməli, ailələr, kimlər ki, qız uşağı əgər tərbiyə olunubsa ki, o ruhdakı moda ilə ayaqlaşmaq lazımdır. Hər dəfə valideynlərini hər mövsümdə Təzə yeni bir- paltar, bəli, ona moda uyğun uyğun, bəli. çanta, ona uyğun ayaqqabı, ona uyğun filan şeylər almağa məcbur edilir. İmkanı olmasa nə deyəcək? İmkanı olmasa ailədə konfliktlər və gərginliklər yaşanır. Bəli. İmkan olanda isə artıq şımarma, uşaqda həddini aşma, həddini bilməmək kimin bir Özünü üstün saymaq. yanaşma yaranır. Yəni bütün hallarda bu həm iqtisadi cəhətdən ziyandır, həm də insanları psixoloji manipulyasiya alətinə çevirir. Reklam bir tərəfdən, moda digər bir tərəfdən. Hamısında da qadın bədəni Mətadır. bəli, süni şəkildə, lakin düşünülmüş psixoloji aspektlərdə Kommersiya üçün istifadə diqqətlə, olunur. Bəli. yəni istismar olunur. Bəli, doğrudur. Ona görə bu birbaşa onun sübutudur ki, bu reklam və moda psixotexnoloqları qadın bədəninə kişi münasibətinin, kişi baxışının Yaxşı bilirlər. xarakteristikasını yaxşı bilirlər. Bəli. Ona görə malın satılması üçün, diqqəti cəlb eləməsi üçün məhz qadın bədəninin istismarından istifadə edirlər. Ona Maalesef, görə bəli. adi bizim həyatımızda qadınlarımız öz bədənlərini kişilərin, yəni pis niyyətli kişilərin, pis baxışların istismarına məruz qoymamaq üçün müəyyən qaydada örtülmələri vacibdir. Mən bunu deməklə heç də bu dəqiqə hicabı olmayan, dini qaydada örtülməyən qadınların heysiyyətinə toxunmaq niyyətində deyiləm. Bəli. Şübhəsiz ki, Azərbaycan qadını ümumi götürüldükdə Ədəbi, kultural, əxlaqi. ədəbi olaraq öz namusuna, iffətinə, öz ləyaqətinə edən. dəyər verən, qiymət verən və onu qoruyan bir qadındır. Bəli. Tarixən belə olub. Bu tarixən belə olub. Bəli, qadın namus təcəssümü olub. Bəli. Qadın qeyrət təcəssümü olub. Qadın toxunulmazlıq rəmzi olub. Mənim deməyim odur ki, sadəcə olaraq bugünkü günü də həm dəb, yəni moda, Bəli. həm reklam psixotexnoloqları aşkar bütün dünyaya nümayiş etdirirlər ki, biz kişi psixologiyasını çox gözəl bilirik. Kişilərin bir şeyi alması üçün, bir şeyə uyması üçün, bir şeyin dalınca getməsi üçün biz onlardan manipulyasiya aləti kimi məhz qadın bədənindən istifadə edirik. Necə? Balıq tutmağa gedən balığı tutmaq üçün qırmağın ucuna qurd taxır, Cəzb eləyir də, çəkir onu. cəlb eləmək üçün. Burada da Qərb mədəniyyətinin bu psixotexnoloqları qadın bədənindən kişi psixologiyası üçün həmən qurd şəklində istifadə edirlər. Qadın bundan çox uca bir şeydir. Qadın yəni məhsul deyil ki, onu vitrə qoyasan. Bəli, o Ya zaten bu üzr istəyirəm müəllim, sözünüzü kəsdim. buyurun. Zaten bu kapitalist kültür, mədəniyyət elə bir şeydir ki, ondan ötürü hər şey mətadır, maldır. Təki pul gətirsin. O şey pul gətirirsə bitdi. Orada heç bir mənəvi dəyər, mənəvi xətt, nə bilim, Limit yoxdur. limit heç bir şey yoxdur. O hər şey məta olaraq bax, üzr istəyirəm müəllim. Bu 19-cu əsrin ortalarından sonra bu feminist hərəkatlar, canım Sadəsin bu qadın azadlığı üzərində, əsas da bu doğu topluluq, şərq topluluqlarında bunların üzərinə vurğu yapılmasının təməl səbəbi müəllimin söylədikləridir. Yəni bir şəkildə qadını piyasa, bazar obyekti halına, əmtəə məhsulu halına gətirərək ondan pul qazanmaq. Onu daha istismara, onu daha pul qazanmağa müsait hala gətirmək. Yəni gör necə dəyərli bir şeyi aşağılayır da. Nəinki aşağılayır, insanlığın ümumiyyətlə belə insanlığın mahiyyətinə xəyanətdir bu şey. Yəni bir siz növ üzr istəyirəm. Bunu qədim dünyada, quldarlıq quruluşu o topluluqlarda, yəni bizim bugünkülər bir çox o modernist təfəkkürdə olan insanların bəyənmədiyi o fərqli tarixdə meydana çıxan quruluşlarda nə idi qadın?
aşağı yuxarı bu şəkildə istismar olunur. İstismar olunur. Alınardı, satılardı. Bu gün də qadın amma o vaxtından bu günün fərqi ondadır ki, bu gün onu öz iradəsinlə bunu o eləyir. Əvvəllər öz iradəsi olmasa da eləyirdi. Amma bu gün elə bir tarixi şəraiti özünü razı salaraq bunu ona elədirlər. Yəni ona görə bu məsələlərdə mən hocamla, müəllimlə çox razıyam bu şeylərin hamısında. Yəni məsələn, bugünkü baxın, dünyada gözəllik yarışmaları keçirirlər. Bəli, moda. Əsasən kimin arasında keçirirlər bunu? Qadınlar. Qadınların arasında. Məyər doğrudanmı dünyanın ən gözəl qadınını müəyyən eləmək ümumiyyətlə mümkündürmü? Sizcə belə bir meyarların işlənib hazırlanması və o meyarlara görə, yəni bütün qadınlar onsuz da getmir o gözəllik yarışlarına, düzdürmü? Bəli, söhbət ondan ibarət. Deməli, 7 kişinin baş-başa verib məsələn qərara gəlirlər ki, bu hamıdan gözəldir. Deməli, bu hamısı manipulyasiya alətidir. Bəli. Bu qadın bədənini daim diqqət mərkəzində saxlamaq və sonra onun müəyyən reklamlarda, müəyyən dəb nümayişlərində istifadə edərək insanları kütləvi şəkildə manipulyasiya çarxına sürükləməkdir. Məsələ burasındadır ki, hər bir, yenə belə baxanda, hər bir kişi üçün ən gözəl qadın onun həyat yoldaşıdır. Çünki onun başqalarına görünməyən daxili gözəlliklərinə bələddir. Bəli. Hər bir kişi xəyalağı üçün ən gözəl varlıq onun qız övladıdır. Bəli. Çünki ona məhəbbətini verib, onun məhəbbətini duyur. Və anası məsələn. Anasıdır şübhəsiz ki. Doğru. Və hicablı qadın, hicablı qız uşağı birinci növbədə bayaq söhbətimin əvvəlində dedim, öz dəyərini anlamağa başlayır, öz həyatda rolunu, mahiyyətini anlamağa başlayır, ünsiyyət, münasibətdə məsuliyyətini dərk eləməyə başlayır, daxili aləmi gözəlləşməyə başlayır. Daxili gözəlliyə vurulan qəlbi sevir, bilirsiniz. Bir var göz bədəni sevsin, bir var qəlbi sevsin. Doğru. Bu cəmiyyətdə bizim bütün problemimiz qadınlar deyil və hicab da deyil. Məyər bizim oğlan uşaqlarımız doğru, düzgün tərbiyə alarlarsa, onların da bayaq deyilən kimi, onların da hicablı olmağı şərtdir. Onlar da daxili inkişafları ilə, ünsiyyət münasibəti ilə bizim milli, mənəvi və dini dəyərlərimizə uyğun şəkildə inkişaf eləməlidirlər ki, onlar da bir təklif tələb məsələsində qızlar əgər görərlərsə ki, bizim oğlanlar məhz bu cür qızlara daha çox diqqət yetirir, o mənada ki, hörmət, ünsiyyət, münasibətə girirlər. Şübhəsiz ki, qızlar da bundan bir nəticə çıxarmış olar. Yəni, burada problem təkcə qızlar üzərində köklənməli deyil. Bu cəmiyyətin özündə olan bir görülməli olan işlər var. Ki, oğlan uşaqları da müəyyən milli, mənəvi və dini dəyərlər aspektində formalaşsınlar. Şükür Allaha ki, 44 günlük müharibə bizim gənclərin, yəni oğlan uşaqlarının milli, mənəvi və dini dəyərlərimizin nə dərəcədə yüksək səviyyədə daşıyıcısı olduğunu qoydu ortaya. Allaha Əkbər deyərək hücuma gedən gənclərimiz, komandirlərimiz, xüsusi təyinatlarımız və Şuşa azad olunarkən məscidin təmizlənməyi və orada ilk azanın verilməyi, budur bizim milli, mənəvi və dini dəyərlərimiz. Biz bunlara sadiq qaldıqca nə dünyanın iqtisadi gücləri, nə hərbi gücləri, nə digər belə deyək, bizim mədəniyyətə yad təsirləri bizə təsir göstərə bilməz. Biz bütün cəmiyyətimizin, demək istəyirəm ki, burada problemimiz təkcə bizim hicabla bağlı deyil. Komple bir şeydir. Bu kompleks bizim milli, mənəvi və dini dəyərlərimizə sadiqliyi nöqteyi nəzərindən məsələyə baxmalıyıq və o bütün cəmiyyətimizin problemidir. Mən bunu təkcə qızların problemi kimi fokuslaşdırmağın tərəfdarı deyiləm. Üzr istəyirəm müəllim. Ümumiyyətlə azadlıq sizin seçim haqqınızdır. Yəni insan mütləq olaraq azad olması mümkün deyil. Sadəcə insanın azadlıq deyilən şey sizin seçim, onsuz da sizin bir şeylər sizin azadlığınızı məhdudlaşdırır. Onsuz da həyatda hər şey, sevdiyiniz bir şey belə, bir şeyi siz çox sevərsənizsə, o sizin bəlli istəklərinizə, məsələn evladlarınız məsələn, bəlli istəklərinizə bir şey vurur.
bir məhdudiyyət qoyur. Yəni ona görə mütləq şəkildə bir azadlıq yoxdur. Sadəcə sizin seçmək şeyiniz var. Seçmək haqqınız sizin azadlığınızdır. Siz bu həyatı yox, bu həyatı seçirsiniz. Siz başaçıq həyatı yox, başörtülü həyatı seçirsiniz və ya tam əksinə, başörtülü həyat yox, başaçıq həyatı seçirsiniz. Bu sizin azadlığınız budur. Və bir azadlıq məsələsini deyərək, hicaba qarşı olmağın, belə deyək, bir növ sosioloji və psixoloji zəhərlər, yəni azadlıq tərəfindən limitləmələr nədir? Ümumiyyətlə fobik bir yəni xəstə şəkildə bir bəyənməmə, toplumdan, cəmiyyətdən xaric eləmə, dışlama istəyi bir çox pis şeydir və bu həmişə onu o hissi bəsləyənlərin özünə dönən bir şeydir və heç vaxt məsələn İslamofobiya və yaxud hər hansı bir dini, hər hansı bir qrupu toplumdan onların fəaliyyətini toplumda məhdudlaşdırmaq, onları məsələn silmək, gözə görünməz eləmək, həmişə diskriminasiya dediyimiz şey, həmişə toplumun da o diskriminasiyaya uğrayan qrup üçün deyil, ümumiyyətlə bütün toplumun bütün fərdləri üçün bir şeydir, sorun yaratmaqdadır. Bir növ riskdir, başqa qruplar üçün riskdir. Çünki davamlı olaraq bir yerdə narahatlılar və narazılar qrupu yaradır. Siz belə bir şeyi, belə yəni ciddi bu torpaqların belə deyək mayasında olan, mayasını təşkil edən, əsasını təşkil edən bir dünya görüşünü, bir dini həyat tərzini siz bir şəkildə toplumdan, cəmiyyətdən xaric eləyə bilməzsiniz, xaric tuta bilməzsiniz. Bu şəkildə bir toplum mühəndisliyi həmişə şikəst bir şey yaradar. Yəni bu davamlı olaraq bir şey ocağıdır. Nə tər deyim sizə? Bir çatışma ocağıdır. Burada bir növ toplum yox, millətin özünün identifikasiyasıdır. Bəli, yəni millət özünün əksəriyyəti müsəlman sayır yəni. Təbii, toplum dediyimdən məqsəd şeydir, millətdir. Bəli. Orada hər hansı bu şəkildə addım, çünki məsələn fobiya nə deməkdir? İslamofobiya nə deməkdir? Bu sadəcə o kağızlarda filanlarda yazılan və ya hər hansı bir məqalədə yazılan şeylər deyil sadəcə. Direkt birbaşa məsələn cəmiyyətdə şeydir. Sən onları əgər görünürlüyündən əziyyət çəkisənsə, yəni bu sadəcə başörtüsünə aid deyil, bütün məsələlərə aiddir. Sən əgər məsələn turistik yerlərdə müsəlmanların saqqallı şəkildə məsələn müsəlmanların öz gəzmələrindən narahat olursansa, orada camilərin varlığından narahat olursansa və yaxud məktəblərdə başörtülü qızlardan narahat olursansa, cəmiyyətdə, ictimai yerlərdə başörtülü iş yerlərində başörtülü qadınların saylarının çoxalmağından narazı olursansa, bax bu İslamofobiyanın özüdür. Özüdür, bəli. Budur İslamofobiya. Mən bayaq azadlıq seçim hüququdur məsələsinə münasibət bildirmək istəyirəm. Azadlıq seçim hüququdur, amma o seçim məhdudiyyətsiz sferadan seçmək anlamına da gəlmir. Məsəl üçün, əgər bizdə insan azadlığı var, amma bu demək deyil ki, bizdə kimsə istədiyi şəkildə geyinə bilər. Məsəl üçün, fərz edin ki, kimsə tam paltarsız şəkildə metroya minir, deyir, mənim seçimimdir. Cəmiyyət bunu qəbul edirmi? Xeyr. Deməli, seçimin özü müəyyən şəkildə hüdudlanmış kriteriyalar əsasında oradan seçilə bilər. Orada olmayan seçimi sən seçə bilməzsən. Bizim cəmiyyətimiz dövlətimiz özünü İslam dövləti kimin, yəni dini dövlət kimin deyil, İslam mədəniyyətinə sadiq bir dövlət kimin təqdim edir. Hər yerdə İslam oyunları bizdə keçirilir. Olduğunu bildirir, bəli. Yox, dövlət dini kimi bir anlayış bizdə yoxdur. Amma bayrağımızın rəngi... bayrağımızın rəmzində yaşıl rəng İslamı, prezidentimiz də bütün görüşlərində İslam ölkələri ilə ünsiyyət münasibətdə bizi İslam ölkəsi kimin, yəni İslama sadiq bir ölkə kimin təqdim edir. Bundan çıxış edərək biz İslama zidd olan elementlərin burada nümayişini, burada o təbliğini məhdudlaşdıra bilərik. Amma İslamın bətninə aid olan, İslamın mahiyyətinə aid olan məsələləri qadağan eləməklə biz diskomfort yaradırıq əhalimiz üçün. Çünki inanclı insanlar öz dinini istədiyi şəkildə yaşamaq seçiminə bu dövlətdə hüquqları var. Bu onların azadlığına daxil bir şeydir. Burada onlara qadağa qoymaq hər hansı bir
nəysə bəhanə gətirməklə. Bu artıq bizim konstitusiyada azadlıq məsələmizə ziddir. Çünki mən dini seçimdə azadlığım var. Mən dinimi İslam hesab edirəmsə, mən onu aydın şəkildə yaşamağı bacarmalıyam. Bu mənim hüququmdur. Həm də ki, tarixən millətin bir növ şəxsiyyəti var da. Bu millət tarixən və indiki zamanda milli mədəniyyəti var. Şəxsiyyəti var, Süleyman müəllim, mədəniyyəti var. baxın, bir millətin din tərəfi heç bir zaman, yəni dini alanı, bir millət formalaşdığı zaman onun o din yönü heç vaxt boş qalmaz, boş saxlanılmaz. O hökmən o bir yerdə tarixdə bir şeyi vardır onun. Ona görə onu görməzdən gəlmək, söhbət ondan gəlir. Onu görməzdən gəlmək, onu ümumiyyətlə aşağılamaq, onu yenə bir daha təkrar olmasın, toplumda görünməz qılmağa çalışmaq xoş bir şey deyil. Və bir də belə nəticəsi nətərdir? Baxın, tartışı bu günə qədər olan şeylərdə təcrübə onu göstərir ki, bir qrupun, bir dəstənin hansı yönünü sən təsir eləyib o yönü üzərinə vurarsansa, o topluluq, o qrup həmən yönünə daha sıx sarılar. Bu məncə bəzi bir insanların, qrupların və bunlar da inanıram ki, bunlarda milli mənəvi dəyərlərin çox da üstün olduğuna inanmıram. Çünki bilirsiniz, milli mənəvi dəyərləri inanan, bağlı olan insanlar həmişə tarixən milli mənəvi olan şeylər hörmət edir. Və ümumiyyətlə bəzən biz eşidirik də bu, xüsusən də bəzən təcrübəsiz gənc insanlardan eşidirik ki, hicablı xanımların hicab taxmaları onların azadlıqlarının qısıtması və onlara bir növ zülm edilməsidir. Amma halbuki bir növ hicablı xanımların hicabın açılması əslində onlara bir zülm edilməsidir. Bəli, inancı adam əgər inanaraq könüllü şəkildə hicab taxıbsa, kiminsə ona bunu hər hansı bir şəraitdə belə açmağa məcbur eləməsi zülmdür. Bu zülmdür, bir. Bizim konstitusiyamıza ziddir. Bəli. İki, insaniyyət adına qəbul olunmayan bir mövqedir. Bu da üç. Çünki hər kəsin inancına hörmətlə yanaşılmalıdır və bu dövlətdə də hər kəsin inancı konstitusiyon hüquqla qorunur. Birisinin başının açıq olmasına və yaxud qapalı olmasına ancaq özü qərar verə bilər. Bəli. Buna başqası hökm və qərar verə bilməz. Ona görə bu şəkildə, yəni məsələnin, yəni başqaları tərəfindən, siz gedin o qadınların özlərinə soruşun, o qadın məsələn, başını örtən qadın öz başı örtüsü haqqında nə fikirləşir? Bəli. Onun dəyəri, onun verdiyi qiymət daha önəmlidir. Bu işin bu yönü, bir də bir başqa məsələ, bu baş örtüsü məsələsinin əslində belə deyək, bu şəkildə müsəlmanlar tərəfindən çox mənimsənməsi, üzərində durulması, təbii ki, bu bir inanc məsələsi olduğuna görə, Allah Taala'nın əmri olduğuna görə bunda heç bir şey yoxdur. Və yaşam məsələyə görə, ikinci məsələ, ən önəmli məsələlərindən birisi, bu müsəlman qadının eyni zamanda bir toplumda sosiallaşma, təhsil şeyidir, istəyidir, tələbidir. Çünki siz təbii ki, bu şeylərdən söhbət gedir. Baş örtüsünü məhdudlaşdırmaq istəyən və yaxud qadağan eləmək istəyən insanlar gəlib həmən qadınların evində onları qadağan eləmir. Yaşadıkları yerlərdə onları qadağan eləmir. İctimai yerlərdə bunların məhdudlaşdırılmasından söhbət gedir. Məktəblərdə bunların məhdudlaşdırılmasından söhbət gedir. Bu nə deməkdir? Əgər varsa, təbii ki, mən inanmıram Azərbaycanda belə bir şey istəyərlər. Bəzi yerlərdə olur. Yəni məncə şəxslərə bağlıdır. Ən azından bunun mən çox lokal şey olduğunu, yəni kimlərinsə şəxsi qərarı olduğunu, yəni dövlətin belə bir, hökumətin belə bir qərarı olduğunu inanmırıq biz. Amma dediyimiz odur ki, bunların sosial alanda, sosial sahələrdə, məktəblərdə qarşısına keçmək, müsəlman qadınları o yerlərdən uzaqlaşdırmaq baş örtülərinə görə bu müsəlman qadının sosiallaşmasının, təhsil istəyinin qarşısına sədd çəkilməsi deməkdir. Yəni baş örtüsü belə deyək davası və istəyi əslində müsəlman qadının bu Türkiyədə də belə idi.
Başqa yerlərdə, məsələn Tunusda da olmuşdu zamanında, orada da belə idi. Bunların hamısının kökündə müsəlman qadının sosiallaşma, elm təhsil eləmə, inkişaf eləmə, o sosial alana daha aktiv qatılma istəyidir. Mən belə fikirləşirəm ki, yəni ki, bunun qarşısında durulduqca, dayanıldıqca xoş olmayan nəticələr ola bilər. İndi haqqında müzakirə açdığımız məsələnin iki mühüm aspektini qeyd eləmək istəyirəm. Bu biri odur ki, məsələ burasındadır ki, qız uşağının hicablı olub olmamağı bu ailə daxili bir məsələdir. Əgər ailə bütünlüklə inanclıdırsa və inanc üzərindən həyatlarını qurub yaşayırlarsa, bunun övladının hicablı olmağına hardasa müqavimətin göstərilməyi ailə-daxili münasibətlərdə bir gərginliyin yaranmağına səbəb olur. Ailə institutu elə bir institutdur ki, ora hər hansı bir xarici müdaxilə fikir ayrılığının yaranması, mövqelərdə ziddiyyət və s. nəhayətdə ailə institutunun sarsılmağına səbəb ola bilir. Bu aspektdən çox ciddi məsələdir. Yəni ki, inanclı bir mühitdə böyüyən uşağın sabah hər hansı bir ictimai fəaliyyətlə bağlı hicabının açılması tələb olunarsa, bu ona ciddi psixoloji travma yaradar. Doğrudur. Və bu travma onu bütün həyatı boyu müşahidə eləyər. Bütün onun gələcək həyatını şəkilləndirərkən bir faktor kimin onun mənfi təsirini bu uşaq duyacaq. Bu məsələnin bir tərəfi. Yəni bu məsələdə ailəyə müdaxilə yol verilməzdir. Burada mən İkinci bir fikrimi tamamlayım. İkinci bir fikrə rast gəlmişdim kütləvi informasiya vasitələrində. Belə bir fikir ki, uşaqlar məktəbi qutarana qədər hicabsız olsunlar. Məktəbi qutarandan sonra yetkinlik yaşında artıq bunlar özləri seçərlər. İstəyərlər hicab taxarlar, istəyərlər taxmazlar. Məsələ burasındadır ki, bu ciddi tərbiyə məsələlərinə qeyri-peşəkar müdaxilə məsələsidir. Biz məgər uşağımızı ədəb ərkan qaydalarına, müəyyən məsələlərdə ünsiyyət münasibət kiçik yaşlardan niyə öyrədirik? Çünki kiçik yaşlardan buna doğru düzgün münasibət onun bütün həyatını şəkilləndirir. Məsəl üçün, yeniyetməlik dövrü insan həyatının istər oğlan, istər qız üçün ən riskli dövrüdür. Elə dövrün adı riskli dövr adlanır. Çünki uşaqlıqdan böyüklüyə bir keçid dövrü yaşanır. Bu zaman müəyyən psixoloji inkişafın müəyyən sahələri tam hələ dayanıqlı hala keçmir. Uşaq stresslərlə, çəkişmələrlə, müəyyən istiqamətlərə meyillərlə, özdə xüsusilə bu halda oğlan uşaqlarında ailədən uzaqlaşma, həm yaşıtlarının çevrəsinə bir meyil baş verir. Çevrənin təsiri altına düşmək riski çox böyük olur. Bu çevrə sağlam da ola bilər, sağlam olmaya da bilər. İndiki dövrdə pis vərdişlərin, siqaret, alkoqol, narkotik vasitələrin qeyri-tibbi istifadəsi, bu kimi bir şeylərin statistik göstəriciləri artdığı halda uşağın ailədən qoparaq çevrəyə yönəlməsi özündə çox böyük bir risk faktoru daşıyır. Ona görə ailə mühitində doğru düzgün tərbiyə almış, inanclı ailənin uşaqları bu məsələdən daha çox qorunmuş olur. Qız uşaqları ilə də bağlı son zamanlar qısnama hadisələri ilə bağlı məktəblərdə olan bir çox şeylər diqqətə çıxdı və məlum oldu. Məsələ burasındadır ki, inanc və inanc mühitində böyümək həmişə Yaradanın nəzarəti altında olduğunu duymaq duyğusu, həmişə Yaradanla əlaqədə olmaq hissiyatı insanı həm ziyanlı vərdişlərdən, həm mənfi təsirli çevrələrdən qoruyan bir faktor kimin çox müsbət təsir göstərə bilən bir amildir. Odur ki, əgər bir uşaq ailə mühitində, inanclı bir mühitdə formalaşır, böyüyürsə, onun istər ictimai həyatda geyiminə məcbur şəkildə müdaxilə birbaşa onun şəxsiyyətinə və onun ailə daxili münasibətlərinə, ailəyə birbaşa kobud müdaxiləsidir və onun gələcək inkişafı üçün ciddi psixoloji travma yaradan bir faktor kimindir. Bu məsələlərdə
olduqca həssas olmaq lazımdır. Çünki bəzi təcrübələr görülmüşdür ki, uşaqların hicablı olmağı ilə bağlı onlara iradlar tutulanda göz yaşları, məktəbdən yayınma, məktəbə getməkdən imtina, məktəbə qarşı qorxu və bu kimin hisslər yaranmışdı. Uşaq yaşında, uşaq psixikası ilə bu cür qeyri-peşəkar hərəkətlər nəhayətdə və qəbul olunmazdı, bəli. Bir növdə bayaq siz bir dənə psixoloji məqam dediniz ki, həmən o müdaxilələr onun psixologiyasına təsir eləyir. Xüsusən də məsələn bu gün şəxsiyyət vəsiqəsində, pasportda və başqa bütün sənədlərdə qadınlar özlərinin oturmuş bir artıq dini inancı, onun artıq bir növ inamı, bir növ onun həyat tərzi, geyim tərzi oturur və o özü seçim edir ki, hansı şəkildə çöldə geyinəcək və hansı şəkildə evdə geyinəcək və bunu bir növdə məcburi şəkildə onun o hicabının açılması və bunun da bir növ deyək ki, təhlükəsizliyə və dövlətin qanunlarına və başqa bir risklərə aparmadığı şəkildə, süni şəkildə yaralananda bir növ bu həmən o qadınların həmən şəkillərə baxanda psixoloji travma yaradır. Yəni bu növ nə qədər qadınlar var ki, onlar məsələn artıq hansısa bir sənədlərdə şəkil çəkdirməkdən qırağa çəkilirlər. Təbii ki, siz məsələn bu bir dini şey olan dini həyatı mənimsəmiş, namazında, niyazında olan bir qadın üçün ya sən filan sənədə pasporta şəkil çəkdirməlisən, başını aç dediyin zaman bu çox şey olur ona. Yəni qıcıq yaradır bir növ ən azı. Yəni xoş bir şey deyil. Həm bu yönündən. İkincisi də ki, bu məsələ ilə əlaqəli, bu başörtülü şəkil çəkdirməklə əlaqəli yasaq. Bu məsələ heç bir beynəlxalq şeyə də zidd deyil. Bəli. Hər hansı bir normaya da zidd deyil. Bəli. İç qanunvericilikdə də mən bildiyim qədərilə buna bir yasaq yoxdur. Yəni bəyan olunan bəli, qanunvericilikdə buna qarşı bir şey problem yoxdur. Bəli. Sadəcə belə çox nətər deyim sizə? Bir növ boşluqlar var da. Ya boşluq varsa da, amma bu verilən qərarlarla həll olunacaq bir məsələdir. Bu şəkildə məsələn müsəlmanları, yəni başörtülü qadınları bu şəkildə rəncidə eləmək, yəni xoş bir şey deyil. İnşallah mən ümid edirəm ki, bu yaxın dövrlərdə mən inanıram ki, bir növ bizim burada maarifləndirici söhbətimiz, bizim burada həm milli, mənəvi, həm dini, həm psixoloji, həm sosioloji bir növ məlumatlar verməyimiz, həm də ki biz burada sonuc olaraq bizim də müraciətimiz buradan olar ki, adəti qurumlara ki, bu məsələdə bir boşluqlar varsa, o məsələləri araşdırmağını xahiş edərdik, rica edərdik. Çünki burada artıq bir sayılı bir... Özür istəyirəm, texnologiya bu qədər inkişaf eləyib, göz şeyi var, biometrik nələr var, məsələn... Mən düşünürəm ki, bir növ bu məsələnin doğru şəkildə araşdırılsa və bu məsələyə bir növ daha detallı yanaşılsa, mən düşünürəm ki, bu məsələ tez bir zamanda yəni həll olunacaq bir məsələdir. Çünki bu məsələ bir az sayda olan bir insan toplumunun tələbi deyil. Yəni burada həm bayaq qeyd etdiyimiz kimi dindar kütlənin böyük bir hissəsi, onların istəyi, onların müraciətləri, onların həyat tərzi, burada başqa dinlərin nümayəndələrinin də eyni şəkildə geyinməsi, burada yenə də geyim azadlığı, burada yenə də insan dini seçimi, insanın bir növ seçim azadlığı var və düşünürəm ki, bu məsələ tezliklə öz həllini tapar. Mən qısa olaraq xülasə də demək istəyərdim ki, ümumiyyətlə hicab bir seçimdir. Hicab dindar insanların, dindar xanımların bir növ moda, trend, insan fikirlərinin üzərindən öz seçimini etmək yox, Allahın buyurduqlarının üzərindən öz geyim və həyat tərzini seçməsidir. Və sizin son əlavələriniz varsa buyurardınız, biz də artıq podkastımızı bitirmək üçün icazə alardım. Mən təşəkkür edirəm müəllim dəvətinizə görə. Çox sağ olun. Əgər danışığımızda, söhbətimizdə hər hansı bir yanlışımız olarsa, Allah günahımızdan keçsin. Siz də haqqınızı halal edin. Halal. İnşallah ki, yəni
hicab sizin də buyurduğunuz kimi Allah Taala'nın əmridir. Bəli. Allah Taala bu əmrə uyan bacılarımıza səbat versin. Amin. Allah Taala bizim müşkillərimizi çözsün. Yəni mən bunları Bəli. deyirəm. Bu qədər. Elxan müəllim. Dəvət üçün təşəkkür edirəm və düşünürəm ki, mühüm olan müasir dövrdə və bizim həyatımızda insanların daxili dünyalarına, daxili aləmlərinə, xüsusilə onların ailə həyatı ilə bağlı seçim və yaşamlarına hər hansı bir şəkildə kobud müdaxiləyə yol verilməzdi. İnsanların istər inanc baxımından, istər sosial həyat baxımından, ictimai fəaliyyət baxımından fəaliyyətlərinə məhdudiyyətlər qoyulmamalıdır. Yad təsirlərdən qorunmaq üçün, ziyanlı təsirlərdən qorunmaq üçün isə hər cür məhdudiyyətin tətbiqinin vacib olduğunu düşünürəm. Çünki o yad, o ziyanlı təsirlər bizim böyüməkdə olan nəslin həm mənəvi, həm psixoloji, həm fiziki cəhətdən, mənəvi cəhətdən sağlam böyüməsinə təhdidlər yaradır. Bunların qarşısının alınması lazımdır. Bu bizə transfer olunan musiqilərdə, filmlərdə, şou proqramlarda, sosial platformalarda biz uşaqlarımızı qorumalıyıq. Bəli. Dini inanc və məsuliyyət məsələsi, intizam məsələsi, daxili intizam məsələsi bizə ona görə indi vacibdir ki, sosial şəbəkələrdə müxtəlif oyunlar, müxtəlif mənfi təsirlər, hətta mənim bu yaxında bir görüşüm oldu. Valideynlər qumar oyunlarına uşaqların cəlb olunmağı ilə bağlı bir platforma haqqında danışdılar. Hardakı uşaqlar pul keçirmək, pul onlayn qoymaq, şəkildə, bəli. Bəli, və bunun uşaqların bir çoxunu evdən nələrsə icazəsiz götürüb satmaq kimi bir şeylərə meyləndirə bilər. Yəni bizə mənfi təsirlərin Bizə zid olan, yad olan gücləndiyi bir şəkildə bəli. bizi qoruyan ən güclü vasitə içərimizdəki inanc. Bəli. Bizim daima inancımıza bağlı olmağımız, inancımızla doğru düzgün yaşamağımız təmin edər, bizi qoruyar. Yenə deyirəm, bütün hallarda bizi yaradan bizim hansı şəkildə və necə qorumağımız üçün bizə bir təlimatlar da verilmişdir. Ən azı onlara hörmətlə yanaşmaq bizim borcumuzdur. Bəli. Çox sağ olun, minnətdaram dəyərli fikirlərinizə görə. Düşünürəm ki, bu podkastda faydalı olar. Uzun mövzudur, əlbəttə ki, bunu bir mövzuda sığdırmaq olmur maalesef. Amma düşünürəm ki, ən azı bir faydalar olar. Düşünürəm ki, buradan insanlar faydalanırlar və əlbəttə ki, hamımızdan izləmək və kommentlərdə öz fikirlərinizi, şərhlərinizi bildirməyinizi xahiş edərəm və növbəti görüşlərdə görüşənədək və mən çox istəməzdim ki, bizim hər hansı bir şəkildə danışdıqlarımız dinləyicilərdən kiminsə heysiyyatına, duyğusuna, əgər bir təsir kiminsə xətrinə dəymək kiminsə bir elə qəbul olunmasın, elə qəbul olunmasın. Bizim söhbətimizin əsas mövzusu budur ki, inancını yaşamaq istəyən insanlara hər hansı bir şəkildə müdaxilə olunmasın, hörmətlə yanaşılsın. Çünki bizim cəmiyyət bu rəngliyi ilə, bu birliyi ilə, bu mütəşəkkilliyi ilə, bu qarşılıqlı hörmət, ehtiram, məhəbbət şəklində yaşamağı ilə gələcəyini təmin edə bilər. Bəli, çox sağ olun. Minnətdaram. Növbəti görüşlərdə görüşənədək. Assalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Aleykümselam və rəhmətullah. Allah razı olsun.